elə bir dönəm olacaq ki, insanlıq üçün Allah mühüm olacaq. Bu gün Allah fərd-fərd insanlar üçün, mənəviyyatlı insanlar üçün mühümdür. Amma heç vaxt olmayıb ki, dünyaya Allah hakim kəsilsin. İmam Zaman dönəmi belə bir dönəm olacaq. Heç vaxt belə olmayıb. Hətta bir ölkəyə də belə olmayıb. Elə bir ölkə siz tarixdə görməmisiniz ki, Adəmdən bu günə qədər aləmlərin Allahı o ölkəyə hakim kəsilsin. Hakim kəsilməsi nə deməkdir? Yəni insanlıq o ölkədə ancaq Allahla nəfəs alsınlar. Ancaq Allahın hökmlərini icra eləsinlər və o qədər mənəvi olsunlar ki, həmən ölkədə aləmlərin Allahı insanlıq üçün mühüm olsun. Belə heç bir yer görməmişik indiyə qədər. Amma İmam Zaman dönəmində bilirsiniz nə olacaq? İnsanların ən çox danışdığı, ən çox işlərində Allah məsələsi gündəmdə olacaq. İmam Zaman əleyhissalamın sanki sayəsində, o dövlətin sayəsində sanki aləmlərin Allahı yer üzünə nazil olacaq. Yəni insanlıq artıq Allahı başa düşəcək. İnsanlıq artıq başa düşəcək ki, o ki Allah deyir deyə la ilahə illa ənə. Məndən başqa ilah yoxdur ey bəndələrim. Siz başqa şeyləri nə qədər düşünürsünüz? Bir ayədə deyir, elə kişilər var ki, alış-veriş, ticarət onları Allahın zikrindən yayındırmır. Ya başqa bir yerlərdə deyir ki, ey bəndələrim, məni zikr eləyin, məni yad eləyin, məndən üz döndərməyin. Bu ayələrin hamısını ki deyir, hələ indiyə qədər Allaha toplum şəkildə cavab verən bir cəmiyyət olmuyor. Yoxdur belə bir şey. Olmur. Varsa da fərd-fərd var, toplum yoxdur. İnsanların içində bəli ariflər var, möminlər var ki, onlar Allaha cavab verirlər. Onlar daim Rəblərini zikr eləyirlər. Hər bir işləri Allah üçündür. Daimi Allahla yaşayırlar. Ümumiyyətlə hər yaşamında Allahı görür. Fərdlərdə var, amma topluma olmuyor. İmam Zaman elə bir şərait yaradacaq ki, bütün toplum Allahı hiss eləyəcək. İnsanlar üçün artıq Allah mühüm olacaq. Bütün cəmiyyət üçün, insanlıq üçün. İnsanlar həqiqi eşq nədir biləcək, kamal nədir biləcək. İnsanlar ilahi övliyanı yaxşı görəcəklər, yaxşı başa düşəcəklər.